Salam dostlar. Məni bugün bu müraciətlə çıxış etməyə vadar eləyən ölkədə baş verən hadisələrdir. Və xüsusilə də son dövrlərdə xaricdə yaşayan bəzi Azərbaycanlıların mövqeləri ilə bağlıdır. Xoşa gəlməyən hərəkətləri ilə bağlıdır. Xalqımızın adət-ənənələrinə zidd olan, əxlaqi dəyərlərə zidd olan yayımları ilə bağlıdır. Mən bunlardan böyük təəssüf hissi keçirirəm. Bu hərəkətlər ümumiyyətlikcə bütövlükdə Azərbaycan xalqına qarşıdır. Ölkədə özbaşınalıqdır, ölkədə dərəbəylikdir, korrupsiya, rüşvət dövləti yeyir, məhkəmə özbaşınalığı son həddədir. Əhali çox çətin vəziyyətdə, çətin durumda yaşayır, acdır, əhali acdır. Köçkünlərlə bağlı problemlər həll olmur, öz həllini tapmır. Ciddi pozuntular var. İnsanların hüquqları, azadlıqları kobud surətdə pozulur. Bir neçə məhkəmə işi ilə əlaqədar mən dövlət başçısına müraciət etdim. Çox təəssüf ki, heç bir müsbət nəticəyə nail ola bilmirik. Son günlər tikinti şirkətləri ilə bağlı məsələlər ciddi gündəmə gəlib. Tikinti şirkətləri vətəndaşların o layihəyə düşmüş hesab edilən əmlaklarını çox ucuz qiymətə, dəyərindən ucuz qiymətə ələ keçirmək istəyirlər. Halbuki Nazirlər Kabinetinin konkret qərarı var bu barədə. Heç nəyə baxılmır və açıq-aşkar deyirlər ki, məhkəmələrdə biz nə desək onu deyəcəklər. Belə məsələlərdə yüksək vəzifəli şəxslərin adları çəkilir. Mən bu barədə yazdım. Ad çəkmək hələ ki istəmirəm, amma ayıbdır, çox ayıbdır bunlar. Vəziyyət budur, ölkənin vəziyyəti budur. Qiymətlər günü-gündən artır. Qonşumuzda ciddi müharibə təhlükəsi var və olacaq, güman edirəm ki, olacaq. Böyük bir fəlakət astanasında durmuşuq və bizə də təbii ki, təsir edəcək. Belə bir zamanda, belə bir vaxtda ölkədə baş verən hadisələr, ölkə gündəminə müdaxilə edən hadisələr ciddi narahatçılıq doğurur. Yəni, belə bir vaxtda birlik lazımdır. Belə bir vaxtda bütün ağrı, acıları unudub bir mövqedə çıxış etmək lazımdır. Əsirlərin həsrətində olduğumuz günü gələ bilər. Çox şey baş verə bilər, cənubla bağlı. Yəni, belə bir şəraitdə, belə bir vaxtda, belə bir zamanda hər kəs məsuliyyətini dərk etməlidir. Hər kəs ona olunan qanunsuzluqlarla bağlı qisasçılıq həddində durub hansısa yaramaz hərəkətləri etməməlidir. Bu hakimiyyətin mənə etdiyi pislikdən çox o şəxslərə, bir çox şəxslərə etdiyi pislik olmayıb. Məni işdən azad eləyiblər. Mən bugün kəndimə gedə bilmirəm. Valideynlərimin qəbrinə baş çəkə bilmirəm. Mənim doğulduğum Seyid Əhmədli kəndi yeganə kənddir ki, Azərbaycanda, Qarabağda əhalini ora buraxmırlar. Adını qoyublar ki, minali sahədir. Qəbristanlığımıza gedə bilmirik. 5 il keçib, 5 il. 5 il. Ömrümüzün 30 ilini ermənilər apardı. 5 ilində bu hakimiyyətin dövründə gedir. Mən vətənimə getmək istəyirəm. Mən valideynlərimin qəbrini ziyarət etmək istəyirəm. Mən doğulduğum torpağın nəfəsini almaq istəyirəm. Havasını almaq istəyirəm. Suyunu içmək istəyirəm. Gənclik illərimi xatırlamaq istəyirəm. Orta məktəb illərimi göz önünə gətirmək istəyirəm. Valideynlərimi görmək istəyirəm orada ruhən. Amma buna nail ola bilmirəm. Çünki mənim kəndim hasar alınıb. Mənim qəbristanlığıma hasar qoyulub. Qarabağda bu yeganə kənddir. Bilmirəm niyə edirlər, bilmirəm hansı səbəbdən edilir.
Hətta bir ara deyirdilər ki, qaçqınlar qayıtmaq istəmir. Mən Qaçqınlar Komitəsinin sədrinin şəxsən qəbulunda olub ərizə verdim. Hətta dedim, kəndim hazır deyil, Xan kəndində yaşamaq istəyirəm, digər ərazilərdə. Mən getmək istəyirəm ora. İndi təbliğat aparırlar ki, Qarabağlılar getmək istəmir. Çox namərd bir təbliğatdır. Arxasında müəyyən insanlar durub və o təbliğatı aparan təəssüf ki, xanımlar ki var, Qarabağlıları təhqir eləyirlər, onlara qarşı hər hansı bir ölçü götürülmür. Dövlət ölçü götürmür, məsələ budur. Yəni, belə bir şəraitdə, belə bir acını yaşayırıq biz, belə bir kədəri yaşayırıq. Eyni zamanda son günlərdə Mehman Hüseynov tərəfindən dövlət başçısının ailəsinə, oğlu Heydər Əliyevin həyat yoldaşına qarşı aparılan təbliğat gərginlik yaradıb cəmiyyətdə. Çox pis gərginlik yaradıb, çox pis hadisədir. Mehmanın belə hərəkəti yol verilməzdir. Pislənilən hərəkətdir. Mehmana qarşı qanunsuz hərəkətlərə yol verilib, hansısa məmur onun yataq videosunu çəkib atasına göstərib. Bu biabırçılıqdır, bu rəzalətdir. Həmin məmur cəzalandırılmalı idi müəyyən edilib. Amma bu Mehmana da əsas vermir ki, Mehman Heydər Əliyevin ailəsi haqqında yaraşmayan videoları paylaşsın, şərhlər versin. Çirkin şərhlərdir, çirkin videolardır. Bu mübarizə deyil. Mehman, bu mübarizə deyil. Və o ələ keçirilmiş videoları sən çəkməmsən, sənin qardaşın Emin çəkməyib, yalanları danışma. Bu videoları sizə ötürənlər var. Bu videolardan sizdən istifadə edib öz çirkin niyyətini həyata keçirən insanlar var və çox çəkməz ki, onlar sizə qarşı da düşmənçilik eləyəcəklər. Bu düşmənçilikdir. Mən nə İlham Əliyevi müdafiə eləyirəm, nə digərlərin. Yəni, mən bu ağır acılara qarşı çıxıram. Mən Azərbaycanda firavan həyat görmək istəyirəm, ləyaqətli həyat görmək istəyirəm, xoşbəxt həyat görmək istəyirəm. İstəyirəm ki, hamı azad olsun. Mən bugün çox acıdır. Hər dəfə jurnalist xanımları cəza çəkmə müəssisələrindən sədaların eşidəndə ürəyim parçalanır, ürəyim ağrıyır. Ailə qurası gənclərdir, ailə qurası xanımlardır. Onlar Azərbaycan xanımlarıdır, onları azad etmək lazımdır. Belə olmaz. Və mən pisləyirəm, bu hadisəni pisləyirəm. Və sənə də, Mehman Hüseynova da özür istəyirəm. Müraciət etmək istəyirəm. Mehman, qutar bu məsələləri, dayandır. Bu yaraşmır. Bu heç bir həddə sığmır. Siz Heydər Əliyevə qarşı belə bir çirkin kampaniya aparmağa dəymir. Yaraşmaz. Yol verilən bir hal deyil bu. Mən sənin çıxışlarına baxdım. Mənə deyəndən sonra ki, belə bir paylaşım olunub, baxdım. Diqqətlə baxdım. Sən belə səslandırdın ki, mənə qarşı belə bir qanunsuz hərəkət. Yaxşı, sənə qarşı qanunsuz hərəkət olubsa, çirkin hərəkət olubsa, sən onu Heydər Əliyevə qarşı da eləməlisən. Günahsız insana qarşı eləməlisən. Ailəyə müdaxilədir, ailə işinə müdaxilədir. Mən düzü iyrəndim bu hərəkətlərdən. Durmaq vaxtıdır, dayanmaq vaxtıdır. Etdiyin səhvlər, hər bir şəxsin etdiyi səhvlər dayandırılmalıdır, durdurulmalıdır. Sizin paylaşımlarınız Azərbaycanın ekranlarında paylaşır. Hər bir ailəyə girir, hər bir ailəyə nüfuz eləyir. Siz hesab edirsiniz ki, bu mübarizədir. Bu mübarizə deyil. Siz əksinə bu mübarizənizlə xalqı mübarizədən yayındırırsınız. Xalqı iyrəndirirsiniz. Siz fikirləşin ki, hər bir ailənin övladı var, hər bir ailənin gəlini var. O övladların nə çəkdiyin, nə acılar çəkdiyin, nə acılar yaşatdıqların fikirləşməlidir hər kəs. Ona görə müraciət elədim. Bu vətən mənimdir, bu xalq mənimdir. Mən Müsavat Partiyasının üzvüyəm və Müsavat Partiyası hər zaman əxlaqlı mübarizəni üstün tutub, ləyaqətli mübarizəni üstün tutub. Məmmədəmin Rəsulzadə yolunu biz üstün tutmuşuq və bu yolla gedirik. Biz hər kəsə ləyaqətli, şərəfli həyat yaşatmağı arzulayırıq. Mübarizəmiz bunun üçündür. Biz bu yolu seçmişik.
Bu yolla gedirik, bu yolla davam eləyirik. Əxlaqsız mübarizə xalqın məğlubiyyətidir. Ədalətli mübarizə, ləyaqətli mübarizə son anda qələbəyə gətirəcək. Və son günlər paylaşanları görürsünüzmü? Nələr baş verdi? Ramiz Mehdiyev ilə bağlı hadisələr. O hadisələr vaxtı məni təhqir eləyən, məni təhqir elətdirən bəzi insanların indi nə oyunlardan çıxdığının şahidi oldu hamı. Hamı gördü ki, bu insanlar nəyə, kimə xidmət eləyirmişlər. Müxtəlif adlarla trolluq eləyərək mənim ünvanıma ən müxtəlif hədyanlar yağdırırdılar. Amma mən sustum, mən təhqir eləmədim. Onları bilə-bilə onlar haqqında hər hansı əxlaqsız söz demədim. İttirə bilərdim. Mən də bir neçə profil açdırıb oradan söydürə bilərdim. Amma mən bunu bilinməsə belə ləyaqət hesab eləmədim. Kişilik hesab eləmədim. Ona görə mən hər bir şəxsə müraciət edirəm. Hüquq pozuntusun, ona qarşı olan hüquq pozuntusun əxlaqsız yolla, ləyaqətsiz yolla davam elətdirmək olmaz qarşısını almaq üçün. Hər kəs özün o şəxslərin yerinə qoymalıdır. Kimsə sizə qarşı qanunsuz hərəkət eləyibsə, ondan istifadə eləyib mübarizə adı altında çirkin yolları seçmək olmaz. Durmaq vaxtıdır, dayanmaq vaxtıdır. Mən cəmiyyətin içərisində çox oluram. Mən Bakıdayam. Mənə qarşı olan bütün haqsızlıqlara, mənim qardaşıma qarşı olan bütün haqsızlıqlara baxmayaraq, mən Bakıdayam, mənim qardaşım Azərbaycandadır. Mən buradan deyirəm, mən sözümü buradan deyirəm. Mən mübarizəmi buradan aparıram. Elə bilirsiniz, mənim həyatım təhlükədə olmuyor. Məni öldürməyə cəhd eləyiblər. Mənə bədən xəsarəti yetiriblər. Məni oğurlamağa cəhd eləyiblər. Amma mən yenə də çəkinmədən və bu rejimin dövründə baş verib hamısı. Mənim haqqıma girilib. Dəfələrlə girilib. Bu hakimiyyətin dövründə girilib. Mən Şuşa şəhərinə bizim ordu daxil olanda, Şuşanın böyük ərazisi azad olunanda məndə dəqiq məlumat var idi artıq və mən status yazmışam. Mənim səhifəmə girib həmin dövrə baxsanız görərsiniz mənim statusumu. Yazmışam ki, çox mühüm bir xəbər var, çox böyük bir xəbər var. Amma mən istəyirəm o rəsmi elan olunsun. Yəni niyə istədim bunu? Mən hesab elədim ki, həmin dövr üçün o İlham Əliyevin haqqıdır. İlham Əliyevin dövründə mənim haqqıma girilsə də mən o haqqa girmədim. Çünki orada şəhid qanı vardı, orada mübarizə vardı. Orada Azərbaycan uğrunda mübarizə gedirdi. Mən heç kimin haqqına girmədim. Mənim haqqıma girildi. Amma buna baxmayaraq, bütün bunlara baxmayaraq, mən ləyaqətli mübarizəni üstün tuturam. Şərəfli mübarizəni üstün tuturam. Və sözümü yekunlaşdırıram. Mehman, dur. Bu mübarizə deyil. Bu çox ağır nəticələrə səbəb ola biləcək hadisəyə gedişdir. Dayanmaq lazımdır. Bu xalqımıza ziyandır. Belə bir mübarizə xalqımıza ziyandır. Mübarizəmizə kölgə salır. Ona görə mən dur deyirəm. Mehman, durmaq vaxtıdır. Belə olmaz. Bu yaxşı yol deyil. Sağ olun.